إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Deməli, Uca Allah Quran-ı Kərimdə buyurur ki: وَإِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا. Əgər Allahın nemətlərini saymağa qalxsanız, siz onları sayıb qurtara bilməzsiniz. Yenə başqa ayədə Allah Teala buyurur ki: وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizə verilən bütün nemətlər Allah dərgahındandır. Və yenə Allah Teala başqa ayədə buyurur ki: وَأَسْبَغَ عَلَيْكُمْ نِعْمَهُ ظَاهِرَةً وَبَاطِنَةً. O, yəni Uca Allah sizə öz nemətlərini bolluca yağdırır. Yəni bu nemətlər zahiri və batini nemətlər olur. Zahiri və batini nemətlər olur. Və əlbəttə, yəni insana bu dünyaya gələndən Allah Taala'nın nemətləri ardı kəsilmədən ona gəlir. Yəni bu nemətlər dediyimiz zaman çox şey bura daxildir. İnsanın sağlamlığı, insanın ailəsi, insanın əqlinin salamat olması, insanın pislə yaxşını ayırt edə bilməsi, insanın doğru yolla əyri yolu ayırt edə bilməsi, insanın İslam'a hidayət olunması, ibadət eləməsi, insana verilən ruzi, işi, evi, valideynləri, övladları, yəni bunlar hamısı nemət gedir. Bunlar hamısı nemət gedir. Allah Teala tərəfindən verilən nemətlərdir. Və bu nemətlər barəsində Allah Teala qiyamət günü bizi soruşacaq. Hər biri barəsində. Allah Teala bizi hesaba çəkəcək. Və əlbəttə ki, Allah Teala'nın müvəffəqiyyəti olmasa, Allah Teala'nın yardımı olmasa, biz bu nemətlərin haqqını verə bilmərik. Yəni Allah Teala insanı müvəffəq eləməsə, insan o nemətlərin şükrünü edə bilməz. İnsan o nemətlərin şükrünü edə bilməz. Yəni mütləq Allah Teala'nın müvəffəqiyyəti olmalıdır. İnsan öz başına, yəni mümkün deyil ki, hər hansısa bir nemətin şükrünü eləsin və yaxud da ki, hər hansısa bir nemətin haqqını versin. Bu mümkün deyil. Yəni mütləqdir ki, orada Allah Taala'nın müvəffəqiyyəti olmalıdır. Allah Taala insanı, müsəlmanı buna müvəffəq eləməlidir ki, nemətlərə şükr eləsin. Çünki həqiqətən nemətə şükr eləmək əzəmətli ibadətlərdəndir, böyük ibadətlərdəndir və nemətin davamlı olması üçün ilk səbəblərdəndir. Və nemətə şükrü alimlər buyururlar ki, insan 3 halda nemətə şükür eləyir. Həm dili ilə, həm qəlbi ilə, həmçinindəki əzaları ilə. Dili ilə etiraf eləyir. Deyir ki, bu neməti mənə Allah verdi, övladı mənə Allah bəxş elədi. Deyir ki, bu işi, bu evi, bu mal-mülkü mənə Allah verdi. Dili ilə bunu etiraf eləyir. Yəni demir ki, mən qazandım. Demir ki, mən elədim. Demir ki, mən oxudum, mən səy göstərdim. Allaha bağlayır. Etiraf edir ki, nemətləri ona əta eləyən, bəxş eləyən Allah Taaladır. Və həmçinin də ki, qəlbi ilə də bunu etiraf eləyir. İnsan qəlbi ilə də etiraf eləməlidir. Qəlbi ilə etiraf eləməlidir ki, bu nemətləri ona bəxş eləyən Allah Taaladır. Və alimlər buyururlar ki, əgər insan dili ilə desə belə, qəlbi ilə etiraf eləməsə, yəni böyük küfrə düşə bilər. Ona görə insan qəlbi ilə də etiraf eləməsi, yəni nemətlərə şükür məsələsində mühümdür. Və həmçinin də ki, əzaları ilə şükür etməlidir. Bu da ki, necə? Verilən nemətləri Allah yolunda xərcləmək. Minikdir, evdir və yaxud da ki, digər şeylər və yaxud da ki, digər nemətlərdir, hansı ki, onları
İslam şəriətinə uyğun formada tərbiyələndirir. Yəni bunlar da yəni əzalarla olan şükrə daxildir. Və bu nemət və nemətə şükür etmək, yəni bu elə bir ibadətlərdir ki, insan həddi buluğa çatandan, şəri əhkamlar ona vacib olandan ölənə qədər onunla davam eləyən və bir an ondan ayrılmayan ibadətlərdir. Yəni baxın, bəzən elə düşünürük ki, bizim yəni ibadət çərçivəmiz sadəcə namaz, yəni oruc, zəkat, sədəqə, yəni bundan yox. Yəni hətta təfəkkür belə ibadətdir. İnsanın Allah Taala'nın yaratdıqları barəsində təfəkkür eləməsi, düşünməsi ən əzəmətli ibadətlərdəndir. Və nemətə şükür etmək özü ibadətdir. Və nemətə şükür dediyimiz kimi həmçinin həm dillə, həm qəlblə, həm əza ilə olur. Və bu nemət və nemətə şükür etmək elə bir ibadətdir ki, insan həddi buluğa çatandan ölənə qədər ondan ayrılmır. Daimi gedən bir şeydir. Necə? Alimlər buyururlar ki, yəni Allah Taala sənə bir nemət bəxş eləyir. Hər hansısa bir nemət. Və bu nemətdə səndən tələb olunan nədir? Ona şükür etmək. Düzdür? Ki, sən bu nemətə şükür eləməlisən. Və bu ibadətdir. Sənə nemət verilir və nemətə şükür edirsən, bu ibadətdir. Və sənin bu nemətə şükür etməyin özü də nemətdir. Çünki Allah Taala müvəffəq etməsə, sən şükür edə bilməzdin. Çünki Allah Taala müvəffəq eləməsə, şükür edə bilməzdin. Və sənin o nemətə şükür etməyin özü də nemətdir. Deməli, yenə səndən nə tələb olunur? Yenə nemətə şükür etmək. Yenə nemətə şükür etmək. Yenə nemətə şükür etmək. Yəni beləcə insanın yəni son nəfəsinə qədər bu şey davam edir. Çünki nə qədər ki nəfəs alıb verirsən, bu özü sənin üçün nemətdir. Səndən tələb olunan nədir? Ona da şükür eləməlisən. Sənin şükür etməyin özü nədir? O da nemətdir. Yenə şükür eləməlisən. Yəni beləcə davam edir. İnsan Allah Taala'nı müvəffəq eləməsə, insan addım atıb bir yerə gedə bilməz və ayağa durub ibadət eləyə bilməz. Ayağa qalxıb ibadət eləyə bilməz. Və bütün müvəffəqiyyət Allah Taala tərəfindəndir. İnsan daima öz acizliyini Allah Taala'ya göstərməlidir. Nəyisə qadir olduğunu, nəyisə bildiyini, nəyisə bacardığını, nəyəsə layiq olduğunu yox, öz acizliyini göstərməlidir. Musa Aleyhisselam Quran-ı Kərimdə keçən duada deyir ki, Rəbbim, sənin mənə müvəffəq edəcəyin xeyrə mən möhtacam. Sənin mənə müvəffəq edəcəyin xeyrə mən möhtacam. Yəni, daima insan öz möhtaclığını, öz ehtiyacını Allah Taala'ya bildirməlidir. Çünki sənin bir kimsəyə, belə deyək, məsəl üçün hər hansısa bir insandır, bir kimsəyə hər hansısa bir ehtiyaclılığını bildirmək, onu səndən üstün görməkdir. Gör, aləmlərin Rəbbi olan Allah heç kimin qadir olmadığı şeyləri sən ona ehtiyacını bildirmək necədir? O daha da Allah Taala'nın yəni izzətinə, əzəmətliyinə dəlalət edən şeylərdəndir. Və bunu da ki Allah Subhanahu taala özünün təzim olunmasını sevir. Və qüdsi hədisdə gəlir, ilahi hədisdə gəlir deyir ki, Allah Taala mənimdir ki, izzətim mənim ridamdır və üstünlüyüm, böyüklüyüm də mənim izarımdır. Kim bunlardan birisini məndən çıxararsa, ona əzab verərəm. Yəni kim özünə izzətli olmağı, təkəbbürlü olmağı, böyük olmağı özünə yaraşdırarsa, deyir ki, ona əzab verərəm. Deməli, bunun əksi nədir? Sən öz möhtaclığını göstərməlisən Allah Taala'ya. İzzətli olmaq, təkəbbürlü olmaq, böyük olmaq, əzəmətli olmaq Allahın sifətləridir. Ona görə insan öz möhtaclığını Allah Taala'ya göstərməlidir. Və Allah Taala Quran-ı Kərimdə buyurur ki,
Ya eyyuhən-nəsə entumul fuqarau ilallah vallahu huvel ganiyyul hamid. Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah Taala zəngindir və tərifə layiq olandır. Allah Taala zəngindir və tərifə layiq olandır. Və ona görə insan nemətlərə şükür etməkdə belə bilməlidir ki, onu müvəffəq edən Allahdır. Onu hər bir zərrə qədər belə əməl olsa, salih əməl olsa belə onu müvəffəq edən Allah Taaladır. Əgər insanı Allah Taala müvəffəq eləməsə, onun köksünü açmasa, onun köksünə imanı qoymasa, insan azğınlığa meyl eləyər. İnsanın nəfsi günaha, asiliklərə meyl eləyər. Və buna görə insan bunu dərk etməlidir. Yəni müvəffəqiyyətin Allahdan olduğu və sənin nemətə şükr etməyin də Allah Taala'nın müvəffəqiyyəti sayəsindədir. Və əlbəttə biz Allah Subhanahu Taala'nın bizə verdiyi nemətləri dəyərləndirə bilmirik. Nə İslam neməti, nə hidayət neməti, nə sünnə neməti dəyərləndirə bilmirik. Yəni bunu dəyərləndirən kimsələr onu haqqı ilə yaşayan kimsələrdir. Bunu dəyərləndirən kimsələr onu İslamı, dini, hidayəti haqqı ilə yaşayan kimsələrdir. Və ona görə insan burada artıq səndən nə tələb olunur? Çoxlu istiğfar diləmək. Və Allahdan istəmək ki, Allah Taala bizi özünə şükür edən qullardan olsun. Asi olan qullardan yox. Və nemətə küfr edən qullardan yox. Və həmçinin neməti xatırlamaq özü də şükürdür. Alimlər buyururlar ki, neməti insan danışması özü də şükürdür. Yəni sələflər oturardılar, bir-birlərinə nemətlərini xatırladardılar. Deyərdilər ki, Allah Taala sənə filan şeyi verdi. Allah Taala filan günü səni filan bəladan qorudu. Allah Taala filan günü sənə filan nemətini verdi. Yəni xatırlamaq özü də, hətta insan özlüyündə belə bu nemətləri xatırlamalıdır. Özlüyündə belə bu nemətlər barəsində düşünməlidir. Çünki düşünmək, xatırlamaq özü də nemətə şükrə gətirir. İnsan oturur, cahilliyi barəsində xatırlayır. Ki, mən necə zülmət içərisində idim. Mən necə günahlar içərisində idim. Mən necə asilik, bərəkətsiz, hörmətsiz bir toplumda yaşayan insan idim. Allah Taala məni oradan çıxardı. Məni hidayət elədi. İnsan bunun barəsində düşünür və artıq hidayətin nə qədər böyük nemət olduğunu xatırlayır və bu xatırlamaq da insanı nəyə gətirir? Şükr etməyə. Xatırlamaq özü də insanı nemətə şükr etməyə gətirir. Yəni, insan xatırladıqca, düşündükcə artıq başlayır onu nemətə şükr etməyə. Və əksi də nədir? İnsan unutduqca nankorlaşır. Və Allah Taala Quran-Kərimdə buyurur ki, innel insane li rabbihi lekanud. Həqiqətəndir ki, insan Rəbbinə qarşı nankordur. Rəbbinə qarşı nankordur. Təfsirdə tabeinlərdən birisidir ki, səhv etmirəmsə Səid ibn Cübeyr olur. Sahabələrin tələbələrindən olurlar. Və ayənin təfsirində deyir ki, yəni insan Rəbbinə qarşı nankordur. Yəni nə? Deyir ki, bəlaları, müsibətləri xatırlayır, amma nemətləri unudur. Yəni insan görsən ki, oturub duranda ancaq nədir? Nə bilim, başıma filan şey gəldi, bu filan problem oldu, nə bilim, malım batdı, nə bilim, filan şey oldu. Ancaq bu şeyləri xatırlayır. Ancaq bunu zikr edir. Amma nemətlərdən danışmır. Budur ki, nankor kimsə budur. Və ona görə insan düşünməlidir ki, yəni xatırlamaq özü də insanı nemətə şükrə gətirir. Və bilməlisən ki, həmçinin nə qədər də şükür eləsən, sən Allahın buyurduğu qədər, razı qaldığı qədər, istədiyi qədər, tam şəkildə şükür edə bilməzsən. Yenə də möhtacsan Allah Taalaya ki, səni örtsün, səni əfv eləsin. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, Allah Taala mələklər yaradıb və o mələklər Allah Taala onları yaratdığı gündən səcdədədir. Və qiyamət günü onlar başını qaldıracaqlar və deyəcəklər ki, ey Rəbbimiz,
sənin haqqını verə bilmədik. Sənin haqqını verə bilmədik. Yəni görürsən ki, bəzən 5 dəqiqəlik, 10 dəqiqəlik namazda səbr edə bilmirik. Allah Teala deyir ki, onları yaratdığı gündən onlar səcdədədir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah Teala onları yaratdığı gündən onlar səcdədədir və qiyamət günü başlarını qaldıracaqlar və deyəcəklər ki, ey Rəbbimiz, sənin haqqını verə bilmədik. Və necə ki, digər nemətlərdə olduğu kimi, övlad olsun, minik olsun, ev olsun və yaxud da ki, iş olsun, ruzi olsun, nə olur olsun. Necə ki, insan bu neməti qorumazsa, şükrünü etməzsə, onun əlindən alına bilər. Eləcə də ki, hidayət, İslam neməti də belədir. İnsan nə vaxt ki, onu qorumazsa, dəyərini bilməzsə, şükrünü etməzsə, Allah qorusun insanın əlindən alına bilər. Və necə ki, o birisi nemətlər əlindən alınıb bir daha ona verilmədiyi kimi, bu nemət də elə ola bilər. Ki, insanın əlindən alınsın, bir daha ona verilməsin. Ona görə, yəni, insan bundan qorxmaq özü də ibadətdir. Bundan qorxmaq, çəkinmək, insan fikirləşir, düşünür ki, birdən, yəni, özündə təsəvvür yaranır ki, mən birdən, yəni, bu nemət mənim əlimdən alınar və bədəni ürpəşir, qorxur. Və bu özü ibadətdir. İnsanın bu halı keçirməsi özü ibadətdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Ənəs ibn Məlik radiyallahu anhdan gələn hədisdə buyurur ki, yəni 3 sinif insan var ki, Allaha sevimli olan, Allahın sevdiyi kimsələrdir. Və onlardan birincisi Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, ən yuhibballaha və rasulahu əhabbə ileyhi mimmə sivahuma. Yəni birinci sinif o kimsələr ki, Allah və Rasulunu digər hər şeydən daha çox sevən kimsə. Allah və Rasulunu digər hər şeydən, hər kəsdən daha çox sevən kimsə. İkincisi, ən yuhibbəl mər'a la yuhibbuhu illə lillah. Yəni bir kimsəni sevdiyi zaman Allah üçün sevir. Onun mənfəətinə görə yox, onun puluna görə yox, onun vəzifəsinə görə yox, Allah üçün sevir. Sevdiyi zaman da Allah üçün sevir. Və üçüncüsü də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, və ən yəkraha ən yəudə lil kufri kəmə yunqad finnar. Və deyir ki, həmçinin, yəni oda atılmağı sevmədiyi kimi cahilliyə qayıtmağı sevməyən kimsə, istəməyən kimsə, xoşlamayan kimsə. O kimsə ki, yəni bir kimsə oda atılmağı xoşlayırmı? Cəhənnəmə atılmağı. Xoşlamır, düzdür, bəyənmir. Eləcə də ki, cahilliyə qayıtmağı istəmir o adam. Yəni düşündüyü zaman, xatırladığı zaman həmin cahiliyyə günlərini, yəni ikrah hissi yaranır. Və bu özü də insanı nəyə gətirir? Ki, nemətin qədrini bilməyə, neməti xatırlamağa və ona şükr etməyə. Allah Teala'dan istəyirəm ki, Allah Teala bizləri nemətlərinə şükr edən qullarından eləsin. Və Allah Teala bizim hidayət nemətimizi qorusun və bizi İslam və sünnə üzərində canımızı alsın. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.